Deməli, bu sualda dördüncü paraqrafın hansı cümlə ilə başlayacağı soruşulur. Deməli, ilk öncə burada iki variantı nəzərə yetirək. Məsələn, burada C variantı London, yəni insan irsinin böyük bir inkişafının nəticəsi kimi tanınır deyilir və burada da mətndə də eyni cümlə baxın. Burada zaten eyni cümlə var, sinonimlərlə əvəz olunub. Yəni eyni informasiya mətndə varsa biz onu götürə bilmirik. Həmçinin digər variantda isə dünyanın ən çox sənayeləşmiş paytaxtlarından biridir və burada eyni cümlə mövcuddur. Baxın bu hissədə. Baxın, it was the capital of most industrialized nation in the world. Və bu hissədə var o. Digər variantlara keçdikdə isə əsas baxaq dördüncü paraqrafa ki, bu paraqraf nə ilə başlaya bilər? Bunu tapmağın ən rahat yolu nöqtələrdən sonraki cümləni oxumaqdır. Yəni Londonun əksər geniş hissələri də həmçinin deməli təmir olundu 19-cu əsrdə və ondan bəri yenidən tikilib müxtəlif səbəblərlə. Baxın, burada vurğulamaq istədiyim nöqtə həmçinin təmir olunubdur. Londonun 19-cu əsrdə bəzi hissələri həmçinin təmir olundu. Amma məsələn biz burada D variantına baxsaq, okey, 1666-cı ildə deyir yanğın baş verdi, amma dağıntı olmadı, no destruction. Dağıntı olmadısa niyə təmir olundu? Onda bu da səhvdir. Və digər iki varianta baxdıqda isə A-ya nəzər yetirək. Şəhərin özü heç vaxt təmir olunmadı. Bəs ondan niyə deyir ki, also, yenə 19-cu əsrdə də həmçinin təmir olundu. Yəni bir dəfə də təmir olundu kimi. Onda heç vaxt təmir olunmadı da yanlışdır. Doğru olacaq burada B variantı. Şəhər deməli 1666-cı ildə ki, dəhşətli yanğından sonra yandı və ondan sonra demək olar ki, tamamilə yenidən deməli təmir olundu. Deməli, onda burada doğru variant olacaq B variantı.